Bu ayı Allah xüsusi tərifləmişdi. Bu ay Allahın xüsusi bir lütfü idi. Bu ay o qədər əzəmətli idi ki, bu ayda nəfəslər zikir kimi idi, yatmaq ibadəti idi. Bu ayda namazlarımızın savabı başqa aylardakından 70 dəfə artıq idi. Ramazan ayında Allah şeytanı belə bağlamışdı. Şeytan belə imkan vermirdi ki, bizə vəsvəsə eləsin. Və bu ayı ziyafətullah adlandırmışdı. Allah qonaqlığı adlandırmışdı. Ki, bu mənim qonaqlığımdır, bu mənim süfrəmdir. Bəndələrimi dəvət eləmişəm ki, mənim süfrəmdən bol-bol istifadə eləsinlər. Bu ay Quran ayı idi. Bu ayın bir gecəsi var idi ki, 83 ilə bərabər idi onun o gecədə ibadət etmək. İndi belə bir ayla vidalaşdıq. Belə bir ayla vidalaşdıq. Görəsən biz maksimum istifadə elədikmi? Görəsən biz kamil şəkildə bəndəlik etdikmi? Görəsən bu aydan kamil şəkildə bəhrələnə bildikmi? Bax, bu hisslər bəzi möminlərin ürəyinə biraz yanğı verir, qəm salır möminin ürəyinə. Çünki bu süfrə çox geniş idi. Əgər kamil şəkildə, maksimum şəkildə bəhrələnə bilməmişiksə, onda bayramın ab-ı havasının yanında bir azca da qəm var. Bayram ab-ı havasının altında bir azca da qəm var. Və bu çox normal bir şeydir. Bu çox normal. Bu, o ayı çox əzəmətli bilməyin əlamətidir. Bu, o ayı çox şərafətli bilməyin əlamətidir. Bu qəm. Bu çox şirin qəmdir.